Herkese selam, YouTube kanalıma hoş gelmişsiniz. Bugün bütün günü evdeyim ve sizin de isteklerinizi nəzərə alaraq dedim bugün uzun bir vlog gəlsə sizin için. Evdeyim deyəndə birazdan bazara getməliyəm. Çünkü bugün yemek pişirmək istəyirəm. Dolma düşüb yenə könlümə. Tənək dolması pişirəcəm və tənək almağım lazımdır. Ona görə də beraber hazırlaşacağıq, beraber bazara gedəcəyik, alışverişimizi edib qayıdacağıq evə. Dolmanı da beraber bükəcəyik bu arada. Yani bugünümü sizinlə vloglamaq istədim. Təbii ki, sizin xətrinizlə mənim üçün əzizdir, çox istədiniz, sizi qıra bilməzdim. Demək, bugün yenə saat 11'də oyanmışam, hər zamanki kimi, səhər tezdən. Və təmizlik etmişəm, əslində evi sərgiyə saldım. Sadəcə qalıb bazarlıq etmək, alışveriş etmək və yemək pişirmək. Biraz geç başladım vloga. Əslində birdən ağlıma gəldi ki, mütləq sizinlə bir vlog paylaşmalıyam. Hal-hazırda gedirəm makyaj etməyə, kiçik bir makyaj. Onu edərkən başqa bir mövzu haqqında danışacağım üçün onu bu vlogda əlavə edə bilməyəcəyim təəssüf ki, onu mən ayrıca bir qısa vlog olaraq sizlə paylaşacağım. Yəni onu görərsiniz. Çox güman ki, bu vlogdan öncə onu görəcəksiniz. Bunu mən bazar günü, bu arada bunu da qeyd edim ki, hər bazar günü artıq stabil şəkildə qəşəng uzun vloglarımız olacaq. Ona görə də mütləq şəkildə kanalı izləməyi unutmayın. Belə, mən gedim hazırlaşım, makyajımı edim və növbəti mərhələyə keçək. Demək dostlar, hazırlaşdım, geyindim, keçirdim formada. Bu arada kamerada hara baxacağımı bilmirəm. Belə baxanda tərs tərəfə baxıram, belə baxanda bilməm heç hara baxdığımı. Nəysə, siz məni başa düşdünüz. Geyindim, keçindim. Desiniz ki, bu qədər geyin keçməyə nəyə ehtiyac var? Gedib bir tənək yarpağı alıb gələcəksən. Çünki bayaq da dediyim kimi maraqlı bir video hazırlayırım, çəkirdim. Yəni eyni anda 2 dənə vlog çəkirəm. Qədrimi bilin. Ona görə də məcburən biraz çox hazırlaşmalı oldum ki, video boş qalmasın deyə. Belə, son olaraq möhtəşəm çantamı da götürürəm. Eynəklərsiz olmaz. Hər nə qədər də hava yağışlı olsa belə. Yağış da əlibdir. Nəhayət çıxa bildim evdən. Burada bizim həyətimizdə də tənək yarpaqları var. Göstəreyim sizə. Baxın. Tənək yarpaqları var bizdə də. Busum. Xırda gəlir. Yəni bunlar xırda deyilmi? Balaca. Gücülər yiyib. Ona görə gedirəm təzələrini almağa. Bu arada çok qəşəng hava var. Dündən akşam da bugün de yağış yağıb. Yəqin birazdan yine yağacaq. Hardan keçib cəngəllikdən keçirəm buradayıq. çok rahat ve qəşəng hava var bu arada. Bir de ben bir şey fikir verdim. Saat hal-hazırda 3'dür. 4'də işləyir. Bu saatdə mən bazarda tənək tapa bilərəm sizcə. Ötürü bazara gedəcəm çox güman ki. Və biraz şüpheli kaldım. Ben buradan yola yəqin ki 4'ün yarısına 4'e qalmış belə çatarım. Çünki piyada gedirəm. Biraz ekonomi istedim. Taksidən getməm yəni. 4'e kim çatsa? Uy! İnşallah ki tapacağım. Bu arada biz bu möhtəşəm binalar tərəfdə qalırıq. Çox qəşəngdir də. Yəni binanın dizaynı çox gözəldir. Çox hoşuma gəlir bura. Baxın. Bu tərəfdə onun həyətidir. İçəri tərəf. Yəni bir-birinə bənzəyən binalardır. Bildiyimə görə qanunsuz tikilidir. Ona görə yaşayış yoxdur burada. Yerində də ki, davam etdirməyiblər tikintini. Amma dəqiq bir məlumat deyil. Yəni mən bu qədərini bilirəm. Siz bilirsə yazın. Sana, sizə tənək var mı? Tənək var, tənək yapar. Var. Neçəyədir tənək? Çok sağ olun, bazar olsun. Göyərti var mı biz? Göyərti var. Göyərti var mı? Geçleyiş. Aha, şuyut da varsa şuyut da. Şuyut da var mı? Neyse, alışverişimi bitirdim indi. Taksi gözlüyorum. Gelende piyada gelmişim eve gelende piyada gitmeye havlu yoktu. Alacakların arkasında. Ben. Tamam, qabaqda marketdə saxlaya bilərsinizmi? Aha, marketdə ben. 2 dəqiqə gəlməm. Tamam. Salam, necəsən? Çox sağ olun, necəsiz? Gəldim çatdım nəhayət evə. Canım evim. Canım kirayə evim. İndi siz baxın, pişiklər məni necə qəşəng qarşılayırlar. Hazırsınız? Baxın.
Azadlığa çıxıblar ya bir. Dərhal qaçırlar həyətə. Ha, Uzi? Uzi? Nuş. Anasının böceği. Oh, du. Sonra çıxarıq bərabər, yaxşı mı? Mən səni tək qoya bilmirəm çöldə. Gəl. Qaç. Qaç. Sən bacın da gələcək indi, get. Lucy. Gəl. Lucy. Əməli başına havada isindi. Mən də evdən çıxmağı gözləyirdim deyəsən o havada. Çünki evdə onda çox qəşəng sərin hava var idi. Pişdim istidən. Bəlkə də piyada gəziyim üçün bilmədim neysə. Deməli, əlimi də dəyişdim, makyajımı da sildim, oldum əla. Bu arada sizdən küsmüşəm. Deyirsiz niyə? Niyə mənim otağımı kompliment eləmirsiniz? Çünki mən otağın dizaynını dəyişmişəm. Keçən dəfə bundan öncəki paylaşdığım vlogda, yəni görünürdü orada biraz dəyişiklik vardı, amma heç kim fikir vermədi. Biz belə danışmamışdıq sizinlə. Gəlin göstərim. Baxın. Öncəki yatağın yerini dəyişmişəm. Beləsinə idi. Beləsinə qoydum. Çox böyük bir dəyişiklikdir bu. Sonra şkafların, dolabların üzərindəki o balaca şkaflar yadınızdadırsa, onları çıxartdıq zor güclə. Belə qaldı. O qədər fərah hiss edirəm ki, bu dəqiqə otağı sanki çox artıq əşya varmış kimi hiss edirdim. Yəni onlar yuxarıda olanda. Sonra termonun yerini də bu tərəfə dəyişdik. Bir dənə orada ayaqqabılar qalıb. Bunları da çarə tapacağam. Yəni belə. Yəni çox da qəşəng deyilmi? Çox şey oldu. Bu dəfə daha rahat, daha gözəl oldu. Yəni əvvəl elə bir lap çox əşya var idi kimi hiss edirdim. Bəlkə də o dolablardan dolayı elə hiss edirdim. Amma yəni çox yaxşı oldu. Belə dəyişməyim. Fikir verməmişsinizsə indi paylaşdım. İndi deyim, tərifləyin. Necə qəşəng olub otağım, baxın. Deməli, nə aldıqlarımı göstərim sizə. Bu arada un almışam. Desəz niyə? Çünki birdən ağlıma gəldi ki, mən bugün bütün günü evdəyim. Qəşəng xəngəl bişirə bilərəm. Qırs deyirsiniz, xəngəl deyirsiniz, nə deyirsiniz bilmirəm. Oxşu balaca xəngəlləri belə. Onlardan bişirə bilərəm. Ona görə də onu aldım. Son anda marketə düşüb. Sonra bugünkü səbəbkarımız tənək. İnşallah ki, qəşəng tənək qoyacaq. 5 manata aldım bu boydasını. Məncə yaxşıdır. Yəni, belə mövzularda heç bir fikrim yoxdur. Yəni, bildirəcəm heç bir fikrim yoxdur. Mənə sırayıblar mənə bu qiymətə, yoxsa uyğun qiymətə almışam, heç bir fikrim yoxdur. Yaxşıdır yəni. Sonra qəşəng göyərti çapdım. Belə. İri. Biri şüyüd, bir də keşniş. Bunları aldım. Bir dənə də mərcan broiler. Bir dənə də mərcan bundan. Bir dənə də toyuq farşı aldım. Dolmaları farşla bişirəm. Toyuq farşla bişirəm bu arada. Qiymənlə yox. Çünki çox dadlı olur. Sınamamışsınızsa sınayın. Yəni çox qəşəngdir. Fərqi belə o hiss eləmirsiniz yəni aradakı. Həm ucuzdur, həm keyfiyyətlidir, həm yaxşıdır, həm doyumludur. Yəni bundan əməli başlı dolma çıxır, biləsiniz. Belə. İndi isə gözləyirəm ki, ət ərisin. Həm bu, həm digəri qiyməni qoymuşdum evdən çıxmadan çölə. Onlar əriməlidir. Onlar əriyənə qədər də mən bir çay içə bilərəm. Səhərdən ac qarnıyam, bir dənə banan yemişəm evdən çıxanda ki, yolda isə birdən huşumu itirib bayılmayım deyə. İndi də yoğurt yeyərəm bəlkə də. Mən ümumiyyətlə belə isti hava olanda, yay aylarında heç də yeyə bilməm düz əməlli. Normal yemək yeyə bilmirəm yəni. Sadəcə indi könlümə düşübdür xəngəllə dolma. İnşallah ki, bunları yeyə biləcəm. Yiyisəm də onu axşam, gecə yeyirəm. Saat, nə bilim, 10-da, 11-də, 12-də bu saatlarda mən normal yemək yeyə bilirəm. Günorta saatlarında ya meyvə, ya yoğurt, belə yüngül şeylər. Yoxsa alınmır. Şuna bakın, şuna. Şuna bakın, böyüyübdür. Sen ne tez büyüdün? Oh. Mecdanım. Neyse ki de çay koyaq. Bu arada telefonumun zaryadkası ölür. Çox tez gedir zaryadkası. Ona görə də mən çay içənə qədər, əslər əriyənə qədər telefonum qalacaq zaryadkada. Hiçbir şey paylaşa bilməyəcəm. Əsas mərhələ zaten ondan sonra başlayır. Ət ərisin, bərabər dolma bükəcəyik, xəngəl yapacağız. Belə görüşərik. Demək dostlar, mən qayıtdım. Zaryadkamda yığdı telefon. Ətlər də demək olar ki, əriyib artıq işə başlaya bilərəm. Saat bu dəqiqə 6-nın yarısıdır. 6 olub deyəsəm. Və mən hələ indi yemək pişirəcəm və hələ də acam. Bunu da deyim. İşte, kolay gəlsin mənə, neyini yək. Deməli, ətlərimiz əriyibdir. Başlayıram
yaşıllıqları, göyərtiləri doğramağa. Qəşəngcə yudum bunları. Doğrama biraz sizdən keçirik. Göyərtini sevmirəm düzü. Doğramağı sevirəm. Yeməyi o qədər də çox sevmirəm. Xəngəlin içərisinə salmaq üçün normalda yeməyin içərisində də salmıram çox vaxtı. Sadəcə bu dəfə xəngəl də bişirəcəyim üçün ona görə məcburən salıram. Bir də xəbər doğrayaq bacardığım qədər. Xəngəlin içinə şüyüd salırlar ki, özü təkcə keşniş salırlar. Biləmədim, təkcə keşniş salacağım. Neyse. Qiyməni qoyum. Pişikləri o tərəfə salmışam çünki imkan vermirdilər nəsə iş görməyə. İndi oradan ağırırlar. Bir dənə ləyimim var deyə ona görə ayrı-ayrılıqda yiyirəm. Daha doğrusu bir-bir eləyəcəm. Birinci xəngəlin şeyini hazırlayayım, içliyini hazırlayayım. Sonra bunu başqa bir yerə keçireyim. Sonra da dolma üçün içlik hazırlayacağım. Yəqin ki, birinci dolmadan başlayıyorum çünki daha tez bitər. Deməli, hər şeyimiz hazırdır. Bu dolma üçün olan içlik, bu xəngəl üçün. Bu bizim, nə deyirlər buna, xəmir, yarpağımız, unumuz, qazanımız, hər şey hazırdır. İndi isə keçirəm birinci dolma bükməyə. Deməli, başlayıram işə. Öncə yarpaqlardan tərək. Birinci dolma bişirək. Bu arada dolma bükməyi mən çox sevirəm. Bilməm sizdə vəziyyət necədir, amma mən çox sevirəm dolma bükməyi. Yeməyi də çox sevirəm. İnşallah ki, qəşəng içlik hazırlamışımdır. Çox iridir yarpaqlar. Düz sifətim boyda. Sifətim boyda yarpaqlar var. İndi sizə bir dənəsini göstərim. Necə bir yarpaq dolması eləyirəm deyə. Çox qəşəng bükürəm. Biraz iki oldu. Baş parmağım boyda oldu. En azından doyumlu olsun. Yəni, yiyəndə bilək ki, dolma yeyirik. Amma o türklərin nazik dolmalarını da çox sevirəm mən. Və çox sevirəm deyəndə çox maraqlı gəlir mənə dadı ki, necə olur deyə. Baxaq. İnşallah ki, tez bitirərəm. Şu hal-hazırda sıxılıram yavaş-yavaş. Aşağıdan sıxılıram. Mən dolmaları büküm, sonra yenə görüşərik. Baxın, dolmalarım hazırdır. Görün nə qəşəng bükmüşəm. Bu qədər alındı elə həmin ətdən. Əməli başlı yarpaqda qaldı kənara. Onlardan gəlin dəfə eləyərəm. Çox qəşəng eləmişəm, baxın. Necə qəşəngdir. İndi isə keçirəm xəngəl bişirməyə. Deməli, keçirik indi xəngəl bişirməyə. Xəmirim hazırdır. Bu arada xəmir yeməklərimdə mən çox sevirəm. Amma oynamaq o qədər çox sevirəm. Bişirməyi o qədər də çox sevirəm. Nə yalan deyim. Kəsim öncəliklə. Xırda edeyim ki, stolun üstündə böyük yer yoxdur. Keçən dəfə mən xəngəl bişirəndə nəsə qəribə bir dadı olmuşdu. Bilməm, nə isə əksik qoymuşdum ya nə isə artıq qoymuşdum, bilmirəm. Bu dəfə baxaq. İşliyin dadı yaxşıdır əslində. Mən də baxmışam duzuna görə. Amma bilmirəm. Yəni nəsə bir qəribəlik var idi keçən dəfə. Mən o ləzzəti alamadım. İnşallah bu dəfə daha yaxşı bişirərəm. Bunlardan balaca yumrular edirəm ki, biraz daha rahat olsun. Xıda pişiklərin yeməkləri var. Çeşit-çeşit yemək qoymuşam. Nə istəyirsiniz? Yenə də naşükürdülər. Bu arada sizin sevdiyiniz yemək nədir? Deyin. Ya da gələn dəfə sizcə mən nə bişirim? Nəyi bişirməyimi istəyirsiniz? Yazın yorumlarda gələn dəfə. Əgər alınsa, Elçinlə bərabər bişirərəm. Bu dəfə Elçin olmadı, işdədir hal-hazırda, gecə gələcək. Ona görə məcburən tək çəkirəm bu vlogu. Amma gələn bazar günü üçün düşünürəm ki, Elçinlə bərabər çəkim, əgər onu yerdə tapsam. Və onda da bir maraqlı bir yemək pişirək, amma nə pişirək bilmirəm. Eyni şey olmasın.
İçində power olub artıq, ona görə daha yaxşı pişirəcək yeməklər, əminəm. Dolmaları qoydum bu arada. Səsim batdı. Dolmaları qoydum bişməyə. Bu, yəqin ki, bütün xəngəli yeyib bitirmərək bunların da yarısını qoyacağım marazovkaya. Keçən dəfə də elə qoymuşdum. Sonra çıxarıb, bəziləri düz yapışmışdı, bilməm necə elə oldu. Halbuki çoxlu unlamışdım hamısını. Yapışmasınlar deyə bişirmədən qoymuşdum bu arada. Bu dəfə pişirib qoyacağım. Görə necə yapacaq. Deməli, ayaq üstə eləyəcəyim üçün dedim sizə də göstərəyim, nətər eləyirəm. Nətər bacarır bu qız. Siz də görəsiz deyə elə masaya çevirdim kameranı. Xırda-xırda kəsmişəm ki, belə daha rahat olar deyə düşünürəm. İncə eləmək İnşallah ki, rahat olar. Bu arada belim tutulub, qulunc yığılıb daha doğrusu belimə və biraz əyilə bilmirəm, ağrıdır. Buna da bir çarə bilirsinizsə, yazın, mən faydalanım. Bu oxlovu da nə alsam 1 manatdan almışam. Yox, daha doğrusu 1001 xırdavatdan almışam. Yəni hər şey var idi orada, baza stolum yanında. Bəlkə görmürsünüz. Oradan almışam, çox da rahatdır. İlk başda öyrəşə bilmirdim. Mən normal dədəbəboy sulu oxlovu öyrəşmişəm deyə bu biraz çətin gəlirdi. Yəni, bu öz-özünə fırlanır. Biraz qəribə gəlirdi, amma rahat demiş. Belə. Ay. Ən zəhləm getdiyim şeydir yapışmaq bir-birinə. İndi deyirəm ki, nazik alındı. Bundan kəsmək biraz çətindir, stəkandan kəsmək. Kəsən aləti almağı unutmuşam. Keçən dəfə də özümə belə bir üzülüm vermişdim. Nə olsun. Əsas odur, nəticə qəşəng alınacaq. Bütün stol tərəflərini kəsəmdir. Bu arada xəmiri hazırlayarkən əlcək taxmışdım. Amma belə iş görəndə heç cürə əlcəklə işləyə bilmirəm. Bilmirəm deyəcəksiniz, dırnaqla yemək pişirirsiniz falan. Yəni, normal evdə necə edirəmsə o formada da davam edirəm. Mən dırnaqla belə naxış qoyuram. Nə deyilər buna bilmirəm, basmadı nədir. Öpüşüm, mənim xəngəlim belə olur. Aha. Belə, geçəcək xəngəlim. Bəli, xəngələrim də hazırdır. Görün nə qəşəng eləmişəm. Çox qəşəngdir, hamısı standart. Eyni naxış da çox gözəldir. İndi isə bişirməyə qoyacağım bunları. Dolmalarım da hazırdır bu arada. Ben bugünümü demək olar ki, yemək pişirməyə aldı. Çünki çox tənbələm yemək pişirməkdə, bilirəm. Və sizinlə də sağlaşıram bura qədər. Növbəti vlogda daha maraqlı mövzuda gələcəm mütləq. Əgər belə uzun videolar istəyirsinizsə, mütləq şəkildə şərh bölməsinə yazın. Bizi də izləməyi unutmayın. Hələlik.